Salam əziz izləyicilər. Bu dərsimizdə biz litosfer havaları, platforma və geosinklinallar, həmçinin davam elə gəlmə mərhələləri haqqında danışacağıq. Öncəliklə nəyi bilməliyik? Litosfer nədir? Litosfer yer qabığı və üst mantia ilə birlikdə olan hissəyə deyilir. Yəni necə? Bildiyimiz kimi yer qabığı çökmə qranit və bazalt qatları, üstəgəl üst mantia. Bunlar bir yerdə litosferi əmələ gətirir. Yəni astronosferə qədər olan hissə litosferdir. Bu bərk təbəqədir. Zaten mənası da lito, bərk, sfera təbəqə deməkdir. Və litosfer astronosferin üzərində yerləşdiyi üçün astronosferin üzərində üfüqi istiqamətdə sürüşür. Əlbəttə litosfer tək deyil, müəyyən parçalardan, yəni hissələrdən ibarətdir və bu hissələr bir-birləri ilə yeri gəldikcə toqquşur, bəzən bir-birləri ilə uzaqlaşırlar və bu litosfer havalarının iki əsas tipi var. Materik tipli litosfer havaları və okean tipli havalar. Materik tipli havalar materik tipli yer qabığına malikdir. Yəni çökmə qranit və bazalt qatları var. Fəqət okean tipli litosfer havalarında bu dediyimiz okean yer qabığı mövcuddur. Yəni burada qranit qat yoxdur. Burada biz litosfer havalarını görürük. İndi onlara yaxından diqqətlə baxaq. Deməli, litosfer havaları iki formada olacaq. Böyük litosfer havaları və kiçik litosfer havaları. Böyük havalara biz Şimali Amerika, Cənubi Amerika, Avrasiya, Afrika, Hind, Avstraliya, Sakit Okean və Antarktida havalarına aid edə bilərik. Bunlar böyük havalardır. Böyük litosfer havalar içərisində Sakit Okean, okean tipli yer qabığına, digər havalar isə həm okean, həm də materik tipli yer qabığına malikdirlər. Kiçik litosfer havalarına isə Naska, bu görmüş olduğumuz Kokoks, Karib, Ərəbistan və Filipin havalarını misal göstərə bilərik. Bu havalar içərisində də Ərəbistan əsasən materik tipli yer qabığına, digər kiçik havalar isə okean tipli yer qabığına malikdirlər. İsə litosfer havalarının hərəkət istiqamətinə diqqətlə baxaq. Gördüyünüz kimi litosfer havaları ya bir-birləri ilə toqquşur, ya da bir-birləri ilə uzaqlaşırlar. Bu görmüş olduğumuz xəttlər isə onların sərhədləridir. Deməli, həm toqquşma, həm də ayrılma sərhədləri var. Toqquşma sərhədlərinə biz konvergent sərhəd, ayrılma sərhədlərə isə divergent sərhədlər deyirik. İndi baxaq. Məsələn, Şimali Amerika havası qərbə doğru hərəkət edir və Avrasiya, Afrika havalarından uzaqlaşır. Görmüş olduğumuz kimi bu havaların arasında divergent sərhəd formalaşmışdır. Cənubi Amerika havası da həmçinin Afrika havasından uzaqlaşır. Bu da Atlantik Okeanın mərkəzində geniş bir divergent zonanın əmələ gəlməsinə səbəb olmuşdur. Buna əsasən biz deyə bilərik ki, Atlantik Okeanın sahəsi get-gedə genişləyir. Digər havalara baxaq. Məsələn, deməli, Sakit Okean havasına diqqətlə baxsaq, Sakit Okean havası əsasən demək qərbə doğru hərəkət edir. Burada Naska havasından Sakit Okean havası uzaqlaşır və burada da bir aralarında divergent zona əmələ gəlir. Həmçinin Kokos havası ilə də Sakit Okean havası uzaqlaşırlar. Kokos və Naska havası isə əsasən şərqə və şimal-şərqə doğru hərəkət edir. Məsələn, Kokos havası Şimali Amerika havası ilə, Naska havası isə Cənubi Amerika havası ilə burada toqquşur. Toqquşma sərhəddində görə bilərsiniz, bura konvergent zonadır. Daha sonra digər havalara baxaq. Ərəbistan havası məsələn. Afrika havası da, Ərəbistan havası da əsasən şimal və şimal-şərqə doğru hərəkət edir. Burada görmüş olduğunuz kimi. Və ikisi də eyni istiqamətə hərəkət edir. Lakin buna baxmayaraq, yadda saxlamaq lazımdır ki, kiçik havalar hər zaman böyük havalardan daha sürətli hərəkət edəcək. Və Ərəbistan havası Afrika havasından daha sürətli hərəkət etdiyi üçün Avrasiya havası ilə toqquşur və burada yerləşən Qırmızı dənizdə siz burada divergent zonanı, yəni ayrılma zonasını görürsünüz. Əslində Afrika havası da şərqə doğru hərəkət edir. Fəqət Ərəbistan havası daha sürətli hərəkət etdiyi üçün burada Qırmızı dənizdə bir ayrılma zonası formalaşır. Bundan əlavə, baxın, bu əslində Somali havasıdır. Somali havasının da Afrika havasına uzaqlaşdığını burada müşahidə edə bilərsiniz. Daha sonra Hind-Avstraliya havası. Hind-Avstraliya havası da daha çox şimala və şərqə, yəni şimal-şərq istiqamətində hərəkət edir və deməli, Somali havasından və yaxud da Antarktika havasından uzaqlaşdığını siz burada görə bilərsiniz. Yəni, Hind okeanının mərkəzində də geniş divergent zonu formalaşdığı üçün Hind okeanının sahəsi get-gedə böyüyür. Həm Atlantik, həm Hind okeanı belədir. Yine Avustralya havası burada Filipin havası və Sakit Okean havaları ilə toqquşur və bu səbəbdən burada konvergent zona əmələ gəlir, görmüş olduğunuz kimi. Sakit Okean havası sahəsi isə get-gedə kiçilməkdədir.
Bunlar olur bizim əsas litosfer havalarımız və onların hərəkət istiqaməti. Yaxşı, bəs havaların sərhəddində hansı hadisələr baş verir? Öncelikle bunu bilməliyik ki, bu havaların sərhədləri tez-tez hərəkət etdiyi üçün, yəni burada tez-tez seismik hadisələr baş verir, zəlzələlər baş verir və buna görə də bu ərazilər olduqca mütəhərrik sahələrdir. Yəni biz bunlara geosinklinal ərazilər deyərik. Yəni burada zəlzələ və vulkanizm tez-tez baş verir. Havaların mərkəz hissələri isə əsasən sabitdir. Yəni sərhəddən kənarda qalan hissələrdə seismik hadisələr və vulkanizm geniş yayılmamışdır. İndi isə litosfer havalarının sərhədlərinə bunlar haqqında danışdım. Hətta burada bir çox əlavə litosfer havasını da görə bilərsiniz. Məsələn, Juan de Fuca havası. Bu hava əslində bildiyimiz Kaliforniya yarımadası ərazisini əhatə edir və onu da qeyd etmək lazımdır ki, Kaliforniya yarımadası Şimali Amerikadan uzaqlaşmaqdadır. Daha sonra burada həmçinin siz Skoşa havasını da görürsünüz. Skoşa havası Cənubi Amerika havası ilə yaxınlaşır. İndi isə litosfer havalarının divergent və konvergent sərhədlərinə diqqətlə baxaq. İlk öncə danışacağıq divergent zonalardan, yəni ayrılma zonalarında. Biz məsələn deyək ki, Atlantik Okeanın mərkəzində biz bunu görmüşdük. Deməli, Şimali Amerika Avrasiyadan, Cənubi Amerika isə Afrikadan uzaqlaşırdı. Bu tipli zonalarda okeandadırsa, orta okean silsilələri formalaşır və burada da sualtı belə deyim silsilələr yaranır. Bəzən bu silsilələr okean səthinə çıxaraq müxtəlif adalar əmələ gətirir. Məsələn, burada siz Azor, İslandiya, Galapagos, Pasxa, Vozneseniya, Müqəddəs Helena, Tristan da Konya, Golf, Cənubi Orkney kimi adaları görürsünüz. Birazdan bu adaları sizə xəritədə də göstərəcəm. Deməli, burada divergent zonada yerləşən adalara, məsələn, baxın, İslandiya adasını misal göstərə bilərik, Azor adasını misal göstərə bilərik, Müqəddəs Helena adasını misal göstərmək olar, Galapagos adaları, Pasxa adaları okeanlarda divergent zonada yerləşən adalardır. Daha sonra davam edirik. Divergent zonalarda bundan əlavə vulkanizm prosesləri də özünü çox göstərir. Məsələn, deyək ki, İslandiya adasında məşhur vulkanlar, deyək ki, Hekla vulkanı var, Vardamburga vulkanı, Eyjafjallajökull vulkanı yerləşir. Yəni vulkanizm prosesləri burada geniş şəkildə müşahidə olunur. Konvergent zonalar, yəni toqquşma zonaları, materik havası ilə materik havası bir-birlə toqquşa bilər, materiklə okean havası toqquşa bilər və yaxud da okean havası ilə okean havası bir-birlə toqquşa bilər. Materik və okean tipli havaların toqquşduğu ərazilərə biz kolliziya zonaları deyirik. Burada materiklə materik toqquşduğu üçün yer qabığı qalın olur. Baxın, biz burada bunu bu şəkildə müşahidə edə bilərik. Məsələn, Hindistan havası Avrasiya havası ilə toqquşmuşdur. Hər iki hava materik tiplidir. Yəni toqquşma zonası materik tiplidir. İki materik tipli hava toqquşduğu üçün ərazidə yer qabığı olduqca qalın olur və yer qabığı burada qalın olduğu üçün vulkanlar, xüsusən də aktiv vulkanlar formalaşa bilmir. Aktiv vulkanlar formalaşmır və bu əraziyə biz kolliziya zonaları deyirik. Amma okeanla materik tipli havaların toqquşma zonası isə subduksiya zonası adlanır. Baxın, materik və okean tipli havaların toqquşma zonası, biz bura subduksiya zonası deyirik və bu zonalarda deməli vulkanlar müşahidə edilir, aktiv vulkan. Materiklə materikin toqquşduğu ərazilərdə əsasən hündür dağ sistemləri yaranır. Məsələn, biz bura Himalaya dağlarını misal göstərə bilərik, məşhur. Bundan əlavə Hindikuş, Pamir kimi dağların böyük bir hissəsi konvergent zonada yaranmış dağlardır. Həmçinin geosinklinal qurşağa düşürlər. Materik və okean tipli havaların toqquşma zonasında isə deməli hündür dağlardan əlavə dərin novlar yaranır, adalar qövsü yaranır. İndi isə onlara diqqətlə baxaq. Deməli, burada biz deməli, okean havası ilə materik havasının konvergent sərhəddini görürük. Burada nə yaranmışdır? Okean havası materik havasının altına gömülür və həmin bu ərazidə nələr yaranır? Dərin okean çökəklikləri, yəni novlar. Bundan əlavə sahildə hündür dağ sistemləri yaranmışdır. Buna misal kimi Peru novunu, Çili novunu misal göstərə bilərik. Məsələn, Çili novu Nazca havası ilə Cənubi Amerika havasının toqquşma zonası əmələ gəlmişdir. Bundan əlavə qövsvarı adalarda formalaşır. İndi gəlin bunlara xəritədə baxaq. Məsələn, deməli, Nazca havasının Cənubi Amerika havası ilə toqquşma zonasında yaranan andağlarını görürsünüz. Bundan əlavə ərazidə Peru novunu və Çili novunu görə bilərsiniz. Qövsvarı adalar isə əsasən Asiyanın şərqində, baxın, burada Aleut adalarını görürük, Kuril adaları,
Rükü adaları, ondan sonra Kiçik Zond adaları. Bunlar hamısı litosfer havalarının, xüsusən də okean və materik tipli litosfer havalarının toqquşma zonasında yerləşən qövsvari adalardır. Qövsvari adalarla divergent zonda yerləşən adaları qarışdırmayın. Düzdür, hər ikisi də geosinklinal qurşaqda yerləşir. Qövsvari adalar toqquşma zonasında e, burada göstərmiş olduğumuz havaların sərhədində divergent zonada yerləşən adalar isə qövsvari olmur adətən. İndi isə devam edək. Baxın, burada da okean tipli havaların bir-birindən uzaqlaşma sərhədlərini görürsünüz. Divergent zona. Burada görmüş olduğunuz kimi sualtı silsilələr yaranır. Hətta bu silsilələrin arasında kiçik dərələr yaranır. Biz bu dərələrə rif dərələri deyirik. Ümumiyyətcə, divergent zonalarda rif dərələri geniş şəkildə müşahidə olunur. İndi isə keçək geosinklinal və platformalar haqqında danışmağa. Nədir geosinklinal? E, Geosinklinal mütəhərrik, zəlzələ və seysmik proseslərin müşahidə olunduğu ərazilərdir. Bəziləri düşünür ki, geosinklinal deyəndə dağlar nəzərdə tutulur. Bəli, geosinklinal ərazilər adətən dağlıq ərazilərə uyğun gəlir. Lakin geosinklinal qurşaqda yerləşən çoxlu sayda düzənliklər, ovalıqlar var. Məsələn, Kolxida ovalığı, Küraraz ovalığı geosinklinal qurşaqda yerləşən ovalıqlardır. Çünki geosinklinal ərazilərdə həm qalxan ərazilər olur, həm də enən. Qalxan hissələrə biz deyirik antiklinal, çökən hissələrə isə deyirik sinklinal. Və bu çökən hissələrə adətən çökəklik və ovalıqlar uyğun gəlir. Deməli, geosinklinal nə oldu? Yer qabığının hansı hissəsi? Cavan və hərəkətli hissəsi. Platformalar isə geosinklinalın əksinə qədim və sabit sahələrdir. Geosinklinallar əsasən uyğun gələcək litosfer havalarının sərhədlərinə. Platformalar isə bu sərhədlərdən uzaqda litosfer havalarının mərkəzində yer alacaq. Deməli, geosinklinal xüsusiyyəti cavan dağ sistemləri və seysmik zonalar burada yerləşir. Yer qabığının faal və dəyişkən sahələridir. Bundan əlavə, əsasən Kaynozoy erasına, yəni müasir dövrə aiddirlər. İndi isə gəlin geosinklinalın inkişaf mərhələləri haqqında danışaq. Deməli, şəkildə görmüş olduğunuz geosinklinalın inkişaf mərhələsidir. 4 mərhələdən ibarətdir. Birinci mərhələ adı qısaca olacaq enmə. Bu mərhələdə yer qabığı enməyə başlayır, yəni çökməyə başlayır. İkinci mərhələdə isə həmin bu çökmüş hissədə bir sıxılma yaranır. Sıxılma və radioaktiv parçalanma. Və bu sıxılma nəticəsində yer qabığı qalxmağa başlayır. Yəni həmin bu enmələr içərisində qalxmalar formalaşmağa başlayır. Üçüncü mərhələnin digər bir adı orogenez, yeni dağ əmələ gəlmədir. Bu geosinklinalın inkişafın əsas mərhələsidir. Burada cavan dağlar artıq formalaşır. Seysmik proseslər tez-tez müşahidə olunur, vulkanizm müşahidə olunur. Dördüncü mərhələ isə platforma mərhələsidir. Artıq burada qalxmalar dayanır, yer qabığı hamarlanır, xüsusən də xarici qüvvələrin təsiri ilə hamarlanmağa başlayır və geosinklinal artıq platformaya çevrilir. Bizim bildiyimiz cavan dağlar geosinklinalın inkişafın 3-cü mərhələsinə, qədim dağlar isə, məsələn, Ural, Appalaç, Böyük Su Ayrıcı kimi dağlar geosinklinalın inkişafının 4-cü mərhələsinə aiddir. Yəni, testlərdə bu fikirləri görəndə cavan dağlara 3-cü mərhələ, qədim dağlara isə 4-cü mərhələni siz uyğun götürməlisiniz. Aha, burada qeyd etmişik. Müasir geosinklinallar 3-cü mərhələdədir, aktiv zonalardır. Zəlzələ və vulkanizm burada baş verir. Misal kimi Alp Himalay qurşağı, Ant Kordilyer, Sakit Okean, Odlu, Qövsü. İndi isə gəlin geosinklinal qurşaqlara bir də xəritədə diqqətlə baxaq. Məsələn, burada görmüş olduğunuz, deyək ki, Kordilyer dağlarıdır, An dağlarıdır. Geosinklinal qurşağa uyğun gəlirlər. Aralıq dənizi sahilləri, daha sonra Kiçik Asiya yarımadası, ondan sonra İran yaylası, Himalay dağlarına qədər geosinklinal qurşaqdır. Sonra buradakı Qövsvari adalar geosinklinal qurşaqdır. Geosinklinal qurşaqda yerləşən coğrafi obyektlərə diqqətlə baxaq. Kordilyer dağları və And dağları dedik. Daha sonra Pireneopenin Balkan yarımadaları, burada yerləşən dağlar, Atlas dağları geosinklinal qurşaqda yerləşir. Ardıca Anadolu yaylası, Pont və Tavır dağları, Qafqaz dağları, Küraraz ovalığı, İran yaylası. Burada bəzi dağlar biz misal göstərə bilərik. Elbrus dağları, Kopet dağ, Pamir dağları, Hindikuş dağları, Himalaya dağları. Bunlar geosinklinal qurşaqda yerləşən ərazilərdir. Sonra Aleut adaları, Kamçatka yarımadası, Kuril adaları, Yapon adaları, Rükü adaları, Filippin adaları, Böyük və Kiçik Zond adaları, Yeni Zelandiya adaları geosinklinal qurşaqda yerləşən adalar sayılır.
Avstraliya ərazisi heç bir litosfer havasının sərhəddinə uyğun gəlmədiyi üçün, yəni sərhədlərdən uzaqda yerləşdiyi üçün, burada ümumiyyətlə, yəni materikin özündə ümumiyyətlə zəlzələ və vulkanizm demək olar ki, müşahidə olunmur. Səbəb nədir? Çünki litosfer havalarının sərhədlərindən uzaqda yerləşir. İndi isə gəlin platformalar haqqında danışaq. Platformaların xüsusiyyətini qeyd etmişdik. Necə ərazilərdir? Sabit, dəyişməyən geoloji sahələrdir. Bunlar litosfer havaların sərhədindən uzaqda, yəni litosfer havalarının mərkəzində yerləşirlər. Geosinklinalın inkişafının son mərhələsində formalaşır və çökmə süxurlar platformalarda üfüqi şəkildə paylanır. Platformanın quruluşuna diqqətlə baxaq. Geosinklinalda olduğu kimi platformalarda da enən və qalxan hissələr olur. Platformanın enən hissəsinə biz sinekliz, qalxan hissəsinə isə antikliz deyirik. Platforma iki hissədən ibarətdir. Çökmə qat və kristallik bünövrə. Burada görmüş olduğunuz hissə, yəni 2 ilə işarə olunmuş hissə platformanın bünövrəsi, yəni kristallik bünövrəsidir. Hansı ki bu maqmatik və metamorfik süxurlarla zəngin olur. 1 ilə işarə olunmuş hissə isə platformanın çökmə qatıdır və əsasən çökmə mənşəli faydalı qazıntılarla zəngin olur. 3. Platformanın adətən qalxan hissələrində müşahidə olunur. Necə? Həmin ərazi qalxmaya məruz qalır və burada kristallik bünövrə səthə çıxır. Biz buna sipər və yaxud da qalxan deyirik. Çökmə süxur qatı isə deməli platformanın əyilmə zonası, yəni 4-də platformanın əyilmə zonasında isə çökmə süxur qatı, yəni 1 toplanır. Yaxşı, bəs süxur qatları niyə çökən hissədə toplanır? Bu denudasiya və akkumulyasiya proseslərinin nəticəsidir. Baxın, 3 ilə göstərmiş olduğumuz hissə, yəni burada platformanın qalxan hissəsində nə baş verir? Denudasiya prosesləri baş verir. Yəni burada çökmə süxur qatı toplanmır. Bu hissə parçalanmaya məruz qalır və parçalanmış süxurlar daha çox hündür ərazidən alçaq əraziyə doğru hərəkət edir. Bu nə idi? Denudasiya prosesi idi. Ona görə də bu hissələrdə kristallik bünövrə səthə çıxır, aşınma, eroziya və sair proseslərin təsiri nəticəsində. Çökmə süxur qatı isə hündürlüyün az olduğu yerdə toplanır. Toplama deyiriksə burada hansı hadisə baş verir? Akkumulyasiya. Neft, qaz, daş, kömür kimi faydalı qazıntılarla zəngin olur. Platformanın qalxan hissəsində isə əsasən filizlər, xüsusən də qızıl, mis, dəmir və sair olduqca zəngin olur. Məsələn, misal kimi biz bura Qərbi Avstraliya yaylasını, Braziliya yaylasını, Dekan yaylasını misal göstərə bilərik. Platformalar yaşına görə iki cür olacaq. Qədim platformalar və cavan platformalar. Qədim platformaların bünövrəsi Kembriyə qədərki dövrdə formalaşır. Yəni arxeik və proterozoy eralarında. Deməli, qədim platformalar adətən materiklərin əsasını təşkil edir. Şimali və Cənubi Amerika, Afrika, Antarktida, Avstraliya, Şərqi Avropa, Sibir, Ərəbistan, Hindistan, Çin, Koreya, Cənubi Çin və Tarim platformalarını biz bura misal göstərə bilərik. Cavan platformaların isə bünövrəsi Paleozoy erasında yaranmışdır. Cavan platformalara misal kimi Turan, Qərbi Sibir, Ön Qafqaz və Qərbi Avropa platformalarını misal göstərə bilərik. Qərbi Avropa dedikdə nə nəzərdə tutulur? Əlbəttə ki, bura əsasən Almaniya, Polşa ovalı aiddir, hansı ki, bunlar cavan platformalardır. Cavan platformaların adlarını yaxşı yadda saxlamalısınız, çünki testdə düşür. İndi isə gəlin, deməli biz yerin quruluşu, yəni geoloji quruluşuna birazcıq daha yaxından baxaq, hər materik üzrə danışaq. Şimali Amerika materikindən başlayaq. Şimali Amerika materikinə diqqətlə baxdıqda, ərazinin böyük bir hissəsinin qədim platformadan ibarət olduğunu görəcəyik. Xüsusən də böyük düzənliklər, mərkəzi düzənliklər, Labrador yarımadası, Kanada Arktik arxipelaqının cənub hissəsi, Qrenlandiya adası əsasən nədən ibarətdir? Qədim platformadır. Bundan sonra Şimali Amerikada ən qədim qırışıqlığı, yəni Baykal qırışıqlığı aid olan ərazilər biz müşahidə etməyəcəyik. Qədim qırışıqlığa isə aid olan hissə gördüyünüz kimi Apalaş dağlarıdır. Bundan əlavə Newfoundland adası, Florida yarımadası, Meksika körfəzi sahili ərazilər, xüsusən də Meksika sahili ovalıq, Atlantik sahili ovalıq deməli nəyə aiddir? Qədim qırışıqlığa aiddir. Orta qırışıqlığa aid olan hissə isə Kordilyer dağlarının böyük bir hissəsi. Burus silsiləsi, qayalı dağlar, bundan əlavə bəzi yaylaları, Böyük Hövzə yaylası, Yukon yaylası, Meksika yaylası və s. biz bura aid edə bilərik. Xüsusən də diqqətlə baxsaq, Qvatemalaya qədər olan ərazi əsasən orta qırışıqlıqdır. Yeni qırışıqlıq
yəni alt qırışıqlığı. Bura aid olan ərazilərə isə Alyaska silsilələrini, sahil və kaskad silsilələrini və Panama ərazisini misal göstərə bilərik. Keçək Cənubi Amerikaya. Cənubi Amerikanın da böyük bir hissəsi qədim platformadır. Xüsusən də bura Amazon ovalığı, Braziliya yaylasının böyük bir hissəsi və La Plata ovalığını misal göstərə bilərik. Cənubi Amerikada Baykal qırışıqlığına aid olan ərazilər var. Harda var? Görmüş olduğunuz kimi Braziliya yaylasında yayılmışdır. Daha sonra qədim qırışıqlıq diqqətlə baxdığımız zaman Patagoniya yaylasında müəyyən qədər qədim qırışıqlığa aid olan ərazilər var. Yeni qırışıqlıq isə əsasən And dağlarında. Biz bunu müşahidə edəcəyik ki, zaten And dağları cavan dağlardır, yeni qırışıqlığa aiddir. Keçək Afrika materikinə. Afrika materikinə diqqətlə baxsaz, böyük bir hissəsinin qədim platform olduğunu görəcəyik. Sadəcə burada birazcıq, deməli, Şərqi Afrikanın qərb hissələri, deməli, Namibiya ərazisi, Seneqal ovalığı və Atlas dağlarından cənubda qalan ərazilər, Somaliya yarımadasının şərq hissəsi ən qədim qırışıqlığa aid olacaq. Deməli, burada biz orta qırışıqlıq müşahidə etməyəcəyik. Ümumiyyətlə, cənub materiklərində orta qırışıqlıq müşahidə edilmir, yəni Mezozoy erasına aid yoxdur burada. Deməli, qədim qırışıqlıq Atlas dağlarının cənub hissəsində var və ən yeni qırışıqlıq, yəni Kaynozoyun alt qırışıqlığı isə Atlas dağlarının şimal hissəsini əhatə edir. İsə Avrasiya materikinin geoloji quruluşu haqqında danışaq. Deməli, bura qədim platformadan başlayaq. Qədim platforma əraziləri harda var? Deməli, Skandinaviya yarımadasının cənub hissəsi, Şərqi Avropa düzənliyi, deməli, Orta Sibir yaylası, Taymır yarımadasının şimal hissəsi, Hindistan, Hindçin yarımadası, Çin-Koreya platforması, baxın burada görmüş olduğunuz Cənubi Çin platforması, platforma ərazilərinə uyğun gələcək. Həmçinin Tarım platformasını da burada qeyd edək. Daha sonra ən qədim qırışıqlıq vilayəti, yəni Baykal qırışıqlığı da müşahidə edilir. Xüsusən də biz bura Qərbi Sibirin şimal hissələri, Yamal, Qıdan, Taymır yarımadaları, Baykal ətrafı ərazilər, Yenisey çayı hövzəsi, daha sonra Yansızı çayı hövzəsi burada da müşahidə edirik. Deməli, Almaniya-Polşa ovalığının şimal hissələri və Dunay çayı hövzəsi, Ərəbistan yarımadasının isə böyük bir hissəsi Baykal qırışıqlığına aid olacaq. Qədim qırışıqlığa gəldikdə isə biz burada Skandinaviya dağlarını müşahidə edəcəyik. Böyük Britaniya və İrlandiya adaları, Piriney yarımadası, xüsusən də böyük bir hissəsi, Almaniya Polşa ovalığını, ardıca deməli Xəzər sahil deməli Ön Qafqazı, Turan ovalığını, Qərbi Sibir ovalığını biz müşahidə edəcəyik. Amur çay hövzəsində geniş şəkildə yayılmışdır. Böyük Xinqan dağlarında, Çinin cənub-şərq hissəsində geniş yayılmışdır. Nə? Qədim qırışıqlıq vilayəti. Orta qırışıqlığa baxdıqda isə əsasən biz xüsusən də bunu Avropada deyil də Asiyada görürük. Asiyada harda var? Asiyanın şimal-şərq hissəsində. Bura Verxoyansk, Çerski dağları, Sıxote-Alin dağlarını misal göstərə bilərik. Deməli, Stanovoy dağlarını, Kunlun Tibet ərazisində müşahidə edirik. Mekong çayı hövzəsində, Malakka yarımadasında müşahidə edirik. Baxın, Kalimantan adasında da Mezozoy qırışıqlığına aid olan ərazilər var. Bu da o deməkdir ki, Cənub yarımkürəsində Mezozoy qırışıqlığı var, amma Cənub materiklərində yoxdur. Belə yadda saxlayarsınız. Daha sonra yeni qırışıqlığa gəldikdə isə əlbəttə bura Əndəlüs, Pirenej, Apenin, Balkan ərazisi, Orta Dunay, Aşağı Dunay, Anadolu yaylası, Pontavr dağları, Qafqaz dağları, İran yaylası, Himalaya dağları, deməli Zagros dağlarını, Kopet dağı, Elbrus dağlarını misal göstərə bilərik. Pamir, Hindikuş dağlarını misal göstərə bilərik. Daha sonra Kamçatka yarımadasıdır, Yapon adalarıdır, Saxalindir, Tayvan adasını, Filippin adalarını, Sumatra adası, Yeni Qvineya adası və Kalimantan adasını biz yeni qırışıqlığa aid edə bilərik. Keçək Avstraliya materikinə. Avstraliya materikinə də baxdıqda böyük bir hissəsi qədim platformadır. Xüsusən də qərb hissəsi. Şərq hissəsi qədim qırışıqlıq olacaq. Onsuz da bilirik ki, burada böyük, deməli, yerləşən böyük su arıcı dağları qədim dağlardır. Sadəcə burada Yer gölü sahilində qədim, ən qədim qırışıqlıq, yəni Baykal qırışıqlığına aid olan ərazilər var. Yeni Zelandiya adası isə yeni qırışıqlığa uyğun gəlir, həmçinin geosentinalda yerləşən ərazidir. Antarktikaya baxdıqda isə böyük bir hissəsini qədim platformada yerləşdiyini biz müşahidə edəcəyik.
İndi isə keçək əsas dağ əmələ gəlmə mərhələləri haqqında danışmağa. Deməli, bura aid olacaq ardıcıllıqla Baykal qırışıqlığı, Kaledon Hersin qırışıqlığı, Kimmer qırışıqlığı və Alp qırışıqlığı. Gəlin birinci Baykal qırışıqlığı haqqında danışaq. Baykal qırışıqlığı ən qədim qırışıqlıqdır və bura aid olan, əslində əraziləri burada göstərdik. Bura aid olan deməli, dağlar çox qalmamışdır. Sadəcə Baykal dağları və Baykal ətrafı ərazilərdə biz bunu görə bilərik. Daha sonra keçid edək. Baxın, burada görürsünüz. Şərqi Sayan, Pribakalya, Zabaykalya, Patom yaylası, Yenisey və Timan yüksəklikləri. Kaledon qırışıqlığın deməli, bura Paleozoy erası aiddir. Burada yaranan dağlara Tian Şan, Altay, Sayan, Skandinaviya və Apalaçın şimal hissəsi aiddir. Bundan əlavə əslində məsələn Yeni Kaledoniya dağları Böyük Britaniya ərazisində onu da əlavə edə bilərik. Hersin qırışıqlığına gəldikdə isə burada yaranan dağlar olacaq Ural, Qərbi Sibir, Turan, Ön Qafqaz platformaları. Baxın, bu platformalara biz baxanda deməli, qədim qırışıqlığa uyğun olan ərazilər müşahidə etmişdik. Yəni bu demək platformalar Paleozoy yaşlı, yəni cavan platformalar idi. Buna görə də adlarını burada qeyd etmişik. Daha sonra Böyük su ayrıcı dağları, Drakon dağları, Kap dağları, Böyük Xinqan, Kiçik Xinqan dağları, Tian-Şan, Altay, Sayan və Apalaş dağlarını misal göstərə bilərik, xüsusən də cənub hissəsi. Mezozoy qırışıqlığına demək, Mezozoy erasında yaranmışdır. Burada yaranan dağlara Kordilyer, xüsusən də Kordilyerin şərq hissəsi, Qayalı dağlar, Brus hissəsi aiddir. Rusiyada yerləşən Verxoyansk, Çersk, Sixote-Alin dağları, bundan əlavə Stanovoy dağları, Tibet yaylası və Kunlun dağlarını misal göstərə bilərik. Alp qırışıqlığı isə ən cavan qırışıqlıqdır. Buradakı dağlar hamısı geosinklinal qurşaqda yerləşir və bu Alp qırışıqlığı Kaynozoy erasında baş vermişdir. Dağlara gəldikdə isə Ant, Kordilyer, Sahil dağları, Alp, Apennin, Atlas, Piriney, Krım, Qafqaz, Karpat, Kopetdağ, Tavr, Pont, Zagros, Pamir, Hindukuş, Qarakorum və Himalay dağlarını misal göstərə bilərik. Bu arada bəzi dağlar var, hansı ki bu dağlara biz yenidən törənmiş dağlar deyirik. Niyə belə adlanır? Çünki bunlar əslində Kaledon Hersin qırışıqlığında yaranmış dağlardır, yəni Altay, Sayan və Tian-Şan. Fəqət bunlar Kaynozoyda yenidən hərəkətlərə məruz qalmış və hündürləşmişdir. Bunlara biz deyəcəyik yenidən törənmiş dağlar. Həmçinin Şərqi Afrika yüksəkliyi də yenidən deməli tektonik proseslərin baş verdiyi və yenidən hündürləşmələrin getdiyi ərazilərdən biri sayılır. İndi isə gəlin dağlara bir də baxaraq görək ki, hansı qırışıqlığa aiddirlər. Deməli, Avropa ərazisindəki dağlar dedik, Alp qırışıqlığına və Kaledon Hersin qırışıqlığına aiddir. Məsələn, burada Alp qırışıqlığına aid olan dağlar müvafiq olaraq geosinklinal ərazidə yerləşəcək. Baxın, deməli, Pirineydir, Əndəlüsdür, Alpdır, Apennindir, Dinardır, Balkandır, Karpatdır. Daha sonra Krım dağlarıdır, Qafqaz dağlarıdır. Bu dağlar geosinklinal qurşaqda yerləşdiyi üçün Alp qırışıqlığına aid olacaq. Voges, Schwarzwald dağları, Filizli, Sudet dağları, Grampian, Skandinaviya, Ural dağları isə qədim dağlardır və Kaledon Hersin qırışıqlığına aiddirlər. Daha sonra keçək Avropadakı dağlara baxaq. Deməli, Avropada ən qədim qırışıqlığa aid olan dağ Baykal dağıdır. Bu arada, deməli, bəzi dağlar var, onlar Baykaldan da əvvəl formalaşmış dağlardır. Bunlar əsasən Avrasiya materikində və Avstraliyada biz görürük. Deməli, Hindistan yarımadasında yerləşən Şərqi Qat, Qərbi Qat dağları və həmçinin də Avstraliyada birazdan göstərəcəm Makdonel və Hammerli dağları Baykaldan da öncə formalaşmış dağlardır. Daha sonra, deməli, qədim dağlara gəldikdə, qədim dağlar əsasən Ural dağları, Tian-Şan, Altay, Sayan dağları, Böyük Xinqan dağları olacaq. Mezozoy Kimmeri qırışıqlığında yaranan dağlara Verxoyansk, Çersk, Sixote-Alin, Stanovoy dağlarını, Kunlun dağlarını və Tibeti misal göstərə bilərik. Cavan qırışıqlıq, yəni Alp qırışıqlığında yaranan dağlar isə Pont, Tavr, Qafqaz, Elburz, Zagros, Kopetdağ, Hindukuş, Karakorum, Pamir, Himalay dağlarını biz misal göstərə bilərik. Cənubi Amerikada yerləşən And dağları Alp qırışıqlığına aiddir. Keçək Avstraliya materikində. Burada deməli yerləşən böyük su ayrıcı dağları Paleozoy erasında formalaşmış, Kaledon Hersin qırışıqlığına aiddir. Hammersi və Makdonel dağları isə Baykaldan da öncə formalaşmış dağlar sayılır. Afrika materikinə gəldikdə isə burada deməli Alp qırışıqlığına aid yeganə dağ sistemi Atlas dağlarıdır. Bundan əlavə Kap və Ərdağ dağları isə Kaledon Hersin qırışıqlığına aid edilən dağlar sayılır.
Mövzumuz bu qədər. Ümidvaram bu sizin üçün öyrədici oldu. Bu tipli videoların davamlı olaraq gəlməsini istəyirsinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Həmçinin rəy bölməsində isə fikir və iradlarınızı bildirə bilərsiniz. Sağ olun.